Mən Məhəmməd Abbaszadə, Abbaszadə TV-yə xoş gəlmisiniz. Xatırlayırsınızsa, ortalama 2016-2017-ci ildə Azərbaycana kifayət qədər Amerika auksionlarından avtomobillər gəlməyə başladı. Çünki aktuallaşmışdı. Səbəb də ondan ibarət idi ki, həmin dönəmlər xüsusən daha asan idi gətirmək. Yəni, müəyyən şəxslər var idi, hansı ki, daha rahatlıqla gətirdilər, daha aktual deyildi deyə çoxlu şirkət yox idi, rəqabət yox idi. Və buna görə də Amerika auksionları haqqında o qədər bilgi də yox idi. VinCode nədir, Carfax nədir, Amerikadan gələn avtomobillərin yoxlanışı necə gedir, bunun haqqında ümumiyyətlə bilgi olmadığına görə adətən bir neçə şəxs bu işi rahatlıqla əlinə alıb biznesi qura bilirdi. Deyək ki, 2019-2020-ci illərdə şirkətlərin sayı başladı artmağa və Amerikadan gələn avtomobillərin sayı kifayət qədər artdı. Səbəblər nə idi? 1. Ucuz olurdu. 2. Gətirdiyimiz avtomobillər daha keyfiyyətli çıxırdı, çünki Amerika bazarı üçün istehsal olunmuş avtomobillər idi və istənilən modelə kifayət qədər opsiyonlar var idi ki, məsələn, bu komplektasiya olsun və komplektasiyalarda deyərdim kifayət qədər yaxşı idi. Yəni, hamısını demək olar ki, full salon, lük, nə bilim, içəridə dəri salon, yəni bir neçə təchizatı içində idi. Mən də bugün 28 mart 2025-ci il Azərbaycana gələndə nəyi müşahidə elədim? Gördüm ki, Çindən gələn avtomobillərin sayı kifayət qədər artıb. Mən ən son bura gələndə Priuslar hələ də aktual idi taksilərdə, Boltda, Uberdə çağıranda hatta bu avtomobillər gəlirdi. Kitay avtomobilləri, yəni Çanqandır və yaxud BYD ümumiyyətlə yox idi, səhv xatırlamıramsa. Mən BYD-ni belə deyək, xüsusi şəxslərdə görürdüm ki, hansı ki, öz istifadələri üçün gətirirdilər. Amma günü bugün taksi çağıranda, həm istər Boltda, həm istər Uberdə, küçədə də görəndə Çindən gələn avtomobillərin sayı kifayət qədərdir. O vaxtda dediyim kimi, Amerikadan gələn avtomobillərin mənfiləri isə avtomobillər vurğulalı da gəlirdilər və bəziləri bu Azərbaycana gəlib çatdıqdan sonra sürpriz problemlərlə üzləşirlər. Suda batma olurdu, kimyəvi maddə dağılan avtomobillər var idi. Yəni, o qədər xüsusi problemlər var idi ki, Azərbaycanda o tip problemli avtomobil belə bəzən görmürdük. Qəzanı, misal üçün, bir qırağa qoysaq. Çindən gələn avtomobillərin müsbəti isə demək olar ki, çoxu 0 kilometr olaraq gəldi. İlk olaraq bir neçə yenə şəxslər başladı Çindən avtomobil gətirməyə. İstər Çanqan olsun, istər BYD olsun, Zikr olsun, misal üçün. Bu tip avtomobilləri xüsusi şəxslər başladı gətirməyə, şəxsi istifadə üçün. Volkswagen ID-lər də buna aiddir. Hansı ki, servisdən qabaq Azərbaycanda onsuz da Volkswagen ID-lər var idi. Tesla'nı da buna qatmaq olar. Azərbaycanda bu elektromobillərin ustası yox idi, servisi yox idi. Bunun fonunda da yenə eyni qaydada bir neçə şəxs, belə deyək, bir kiçik servis qururdu, bir komanda qururdular. Onlar elektromobilləri, təmir işləri ilə məşğul olurdular. İndi məsələnin hansı hissəsinə toxunmaq lazımdır? Çindən gələn avtomobillər, Çinin özündə aktualdırmı məsələn? Bu məsələni aktuallaşdırsaq, elədiyimiz bir neçə sorğu araşdırmalara görə Çində təbii ki, Çin avtomobilləri, BYD və Çanqanı misal üçün üzərindən geçsək, onsuz da kifayət qədər artıb. Günümüz Kitayda 2024-cü ilin nəticəsində son dönəmlər elektromobillərin artımı 11,4% qədər artıb. Səbəb də nədir? Yəni, burada sizin büdcənizi düşünürlər deyə elektromobillərin sayı artmayıb. Məsələ ondan ibarətdir ki, benzin və dizelli avtomobillər təbiətə daha çox ziyan vururdu. Sonra hibrid texnologiyası kəşf olundu, plug-in hibridə keçid elədilər və ən son elektromobilə keçid elədilər ki, təbiətə vurulan ziyanı minimallaşdırsınlar. Bunun nəticəsində də nə oldu? Elektromobillərin çeşidləri başladı artmağa. Bildiyiniz kimi, bir şirkət, bir firma, avtomobil firması əgər bir ölkəyə giriş eləyirsə, distributor olmalıdır, satış məntəqələri və servislərinin təchiz olmalıdır ki, bu avtomobil hər hansı bir problem çıxaranda və ya servisdən aldığınız avtomobildə hər hansı bir defekt olduqda şirkət sizi geriyə çağıra bilsin. Azərbaycanda gələn elektroavtomobillərin problemi o idi ki, misal üçün, Tesla ilk dəfə Azərbaycana giriş eləyəndə Azərbaycanda bir servisi yox idi. Yəni, Tesla xarab oldusa xarab oldu, bitdi. Yəni, bir dəfəli istifadə üçün olan avtomobil kimi idi. Sonradan başladı bir neçə servislər açılmağa. Köhnə videolarımızda, misal üçün, Azərbaycanda ilk olan, o dönəmi deyirəm, Hüseyin Usta var idi. O ilk dəfə Tesla servisi qurmuşdu və o baxırdı Tesla avtomobillərinə. Keçən səfər mənə bir sual verdilər ki, bəs Almaniyanın nə dərəcədə aktualdır Kitay avtomobilləri? Almancada aktual deyil. Məsələn, Çanqan və yaxud BYD avtomobillərini çox da görmürsünüz. Bir aktual deyim, Çanqanın ümumiyyətlə rəsmi satışı yoxdur, səhv xatırlamıramsa. Zikr hələ ki gəlməyib, Hollandiyadan və Belçikadan başlayıb hal-hazırda satışa. Almaniyanın bu avtomobilləri gətirməməyi üçün bir səbəbi var. Çünki almanlar məsələyə fərqli prizmadan baxırlar. Azərbaycana gələn Çin avtomobilləri, əgər servisi yoxsa, bu heç kimi dövlət qurumlarını narahat eləmir. Çünki sabah bir gün bir problem çıxsa, özləri həll eləsin. Yəni, bunu alan şəxs özü bilər, necə eləyir eləsin. Almaniyada isə bu avtomobil əgər
traslarda, küçələrdə artmağa başlayırsa, avtomatik bunun servisi də təmin olunmalıdır. Çünki almanlar küçədə gördükləri o avtomobil küçədə problem yaratmasınlar deyə, o sürət limiti olmayan avtobanlar qəzaların sayı artmasın deyə bu şeylərə, bu məqamlara xüsusi diqqət edirlər. Ona görə də Azərbaycana misal üçün BYD gəlib günümüzdə, Çanqan gəldi, servisini açdı. Yəni bir satış məntəqəsi var, bir problem çıxdıqda bunu qarşılaya bilirlər. Amma Almaniyada hələ ki Çin avtomobillərinin gəlişi müəyyən qədər limitli olduğuna görə sertifikat ala bilmirlər. Gəlib servislərini qura bilmirlər deyə Almaniyanın özündə Çin avtomobillərinin satışı ona görə deyərdim ki, həm minimaldır, həm də hal-hazırda çox aktual deyil. İkinci digər məsələ, günümüzdə onsuz da o qədər aktual markalar var ki, hal-hazırda Çin avtomobilləri gəlib onları tam %100 əvəz edə biləcək səviyyədə deyil. Çünki BMW-si olsun, Audi-si olsun, Mercedes, Volkswagen, Skoda həm qiymət cəhətdən misal üçün Skodalar günümüzdə Almaniyada və Avropanın digər ölkələrində onsuz da aktualdır. Ona görə Çin avtomobilləri o qədər aktuallığı gəlib çatdıra bilmir. Bir digər məsələ isə hələ də güvən problemi var ki, yəni nə dərəcə özünü doğruldacaq bu avtomobillər. Dediyim kimi, Çinin özündə bu avtomobillər kifayət qədər aktuallaşıb onsuz da. Amma Avropaya və bizim bazarda hal-hazırda gəlib çata bilmirlər. İndi məsələyə başqa bir prizmadan baxdıqda isə Azərbaycanda elektromobillərin sayı artdı. Bu problem deyil. Artdıqdan sonra şəbəkələrin sayı başladı artmağa. Amma bir məsələ var ki, bunun hələ də deyərdim ki, bir çox insan fərqində deyil. Bugün günümüzdə bir mənzildə, misal üçün, bir böyük binada, yeni tikilidə və ya köhnə tikilidə olsun, neçə nəfər elektromobil istifadə edir? Deyək ki, misal üçün, bir nəfər və ya iki nəfər, məsələn deyək. Köhnə binalarda, misal üçün, yeraltı qaraj sistemi olmadığına görə xüsusi çəkilmiş bir xəttlər yoxdur bunun üçün. Misal üçün, yeni tikililərin bir çoxunda aşağı qarajda, misal üçün, Teslalar üçün belə qurulmuş elektrik şəbəkələri var. Hansı ki, elektromobilləri orada şarj edə bilirlər. Köhnə binalarda bunun sayı məhduddur. Misal üçün, Bakıda günümüzdə 5 mərtəbəli, 9 mərtəbəli binaların sayı kifayət qədərdir. Mən 5 mərtəbəli bir köhnə binada yaşayıram. Ora öz evimdən şəbəkəni çəkdirib avtomobilimi zaryadkaya qoyuram hər gün axşam. Bu problem deyil, bu okeydir. Və düşünə bilirsiniz ki, bir 5 mərtəbəli binanın 10 sakinində elektromobil olsa və bu 10 sakinin hər biri özü üçün bir xətt çəkdirsə, nə dərəcə problemlər çıxa bilər üzə? Səbəb, binalar tikiləndə müəyyən standartlara uyğun ora enerji təminatı olunurdu, standartlara görə. Çünki o standartlar qurulanda elektromobillərin gələcəyi planlanmamışdı. Yeni tikililərdə bəlkə də bunu edirlər. Amma faktiki olaraq köhnə tikililərdə buna diqqət olunmamışdı. Deyək ki, məsəl üçün, bir qalın kabeli çəkdi, öz evindən gətirdi. İkinci, üçüncü, dördüncü, əgər bunu etdikdən sonra, müəyyən bir müddətdən sonra 5-10 nəfər eyni anda hər axşam gecə gəlib öz avtomobilini şarja taxanda, o istilik sistemində bir qızma olsa, gecə vaxtı çox ciddi bir yanğın baş versə, bundan kim cavabdehdir ölkədə? İkinci məsələ, bunu istifadə edənlər bunun ümumiyyətlə fərqindədirmi? Yəni, köhnə binalara gətirib, ora çəkdirib, misal üçün bir şarj sistemini çəkdirdikdən sonra, bunun fərqindədirmi? Bu hansı təhlükələri yol aça bilər? Yox. Tədbir görüləsi olsa, birinci ehtimal odur ki, bütün binalara sıfırdan yeni enerji təminatı təşkil olunmalıdır. Bu da Azərişığa mənim şəxsi fikrimə görə çox da sərf eləməyəcək. İkinci məsələ isə dövlət qayda qoyacaq ki, əgər standartlara uyğun deyilsə, evdə heç bir halda şarj olmayacaq. Ona görə gedin məntəqələrdə istifadə edin. Məntəqələrdə də avtomobili şarj etmək yenə benzin və dizel avtomobillərdən bir 5-6 dəfə daha ucuz olmasına baxmayaraq evdəkindən daha bahadır. Misal üçün, mən ən son videomda paylaşmışdım. Volkswagen ID4 ilə Bakıdan Astaraya sürmüşdüm. Salyanda yolüstü restoranında avtomobili şarja taxdıqda ortalama bir 40% üçün 8 manat yaxın pul ödəmişdim. Halbuki evin içində mən 100%-i 3 manatla, 2 manatla onsuz da yığa bilirdim. Yəni, bu da bir yerdən sonra şikayətlərə başlayacaq səbəb olmağa. Digər məsələ, mən axşam evimə gəlib 100-ə qədər qoyub səhər durub yenə işə gedə bilirəmsə, bu mənim komfortumdursa, mən gün ərzində onsuz da 8 saatlıya ki işləyirsən, qalan bir yarım saatı gedib hər hansı bir elektrikli şam məntəqəsinə yaxınlaşıb, avtomobilimi şarjı taxıb, sonra yenə evə qayıdım. Nə qədər olmaya o komfortu başlayır pozmağa. Bu məsələ var. Dediyim kimi, yenə günümüzdə bu BYD və digər tam elektrikli avtomobillər, misal pluginləri də bunun içinə taxsaq, Azərbaycanda günü bugün müəyyən şarj stansiyalarında, hansı ki daha ucuz qiymətə elektrik satırlar, orada böyük bir sıra başlayır yaranmağa. Amma Avropada əgər bir taksi şirkəti, misal üçün bir 100 dənə BYD-ni buraxırsa, misal üçün deyirəm, bunun üçün öz şarj məntəqələri olur ki, hansı ki taksilər gəlib orada öz avtomobillərini şarja taxsınlar. O sizin küçədə bayırda gördüyünüz elektrikli şarj məntəqələri
mən kimi, sən kimi küçədə hər hansı bir gəzən mülki bir şəxsin istifadə etməsi üçün istifadə olunan şarj məntəqəsidir. Əgər taksi də gəlib orada öz sırasını saxlayacaqsa, şəxsi istifadə üçün olan bir də elektrikli avtomobili gəlib orada şarj edəcəksə, bir yerdən sonra heç kimə sərf eləməyəcək ki, mən gedib 2-3 saat orada sıra gözləyirəm ki, nədir bir dənə avtomobilimi şarj edeyim. Bu birinci problemdir. Bir digər məsələ, əgər dövlətin marağında bu tip bir ekoloji təmiz şəhər və yaxud avtomobillərin qazlarını azaltmaq üçün elektrikli avtomobilə keçid etmək istəyirlərsə, bu şarj məntəqələrinin sayı başladı artmağa. Yəni, misal üçün, bir taksi parkingi yaranmalıdır ki, hansı ki, onun tərkibində 50 dənə, 60 dənə elektrikli şarj məntəqəsi olsun ki, taksilər gedib orada öz avtomobillərini şarja taxsınlar və mülki şəxslərin elektrikli avtomobillərini şarj etməsi üçün istifadə olunan məntəqələrdə gedib yer və sıra tutmasınlar və buna görə də zaman qazansınlar. Bunu etmək üçün də təbii ki, dövlət taksi park sistemlərini daha da investisiya etməlidir, daha da kredit şərtlərini güzəştli bəlkə də etməlidir deyə düşünürəm. Bəs bu qarajlarda elektrik mobillər üçün çəkilən hansı bu rozetkalar, şotiklər olsun, bunlar qanunidir. Səhərsi gün Azər İşığın işçisi gəlib deyə bilər ki, qanunsuzdur. Faktiki olaraq, misal üçün, mənim bildiyim qədər hər hansı bir qanun və ya qayda təmin olunmayıb ki, sən evindən bir şəbəkə gətirib avtomobil üçün taxma. Bunu tənzimlənməlisə hal-hazırda mənim bildiyim qədərinə yoxdur. Kifayət qədər də istər köhnə binalar, istər təzə binalarda öz evindən çəkir və işığı da öz evinə uyğun. Misal üçün, əvvəllər 20 manat yazırdısa, indi avtomobillə bir yerdə 10 manat əlavə, 30 manat yazır, deyir, mən öz pulumu özümü ödəyirəm. Buna bir məhdudiyyət yoxdur hal-hazırda. Amma dediyim kimi, bir yerdən sonra bir mənzildə 10-15 nəfər elektrikli avtomobil sürsə, çünki günümüz Bakıda vəziyyət necədir? Misal, bir mənzilin, deyək ki, bir blokda neçə mənzil olur 5 mərtəbədə, 2-dən saysa, 10 mənzil məsələn saysaq, 10 mənzilin bir blokda 3-ü elektromobil istifadə eləsə, adətən binalarda minimum 2 və 3 blok olur. Qalxır olur 10-15 nəfər istifadəçi və hərəsi eyni anda avtomobilini şarj etməyə çalışsa, ümumi şəbəkədə bir qızımı olacaq deyə düşünürəm. Sən bir sual da vermək istəyirəm, Məhəmməd. Özün Avropada yaşayırsan. Bu, orada praktikada necədir? Yəni, yalnız həyat evində olanlar elektromobil istifadə edir, yoxsa bina evində olanlar bunu necə tənzimləyir? Mən deməli belə deyək, izləyicilər arasında kifayət qədər olsa Almaniyada yaşayan olar, şərh bilməsində öz fikirlərini bildirsə daha yaxşı olar. Mənim, misal üçün, təcrübəmdə belə bir hadisə baş vermişdi. Mən köhnə binada yaşayıram. 1910-cu ilin binasıdır. Almaniyada bu kifayət qədər aktualdır onsuz da. Mən avtomobilimi alanda öz eviyyəmə xəbər verdim ki, mənə parking lazım olacaq, misal üçün. Parking lazım olanda məndən ilk verdiyi sual bu oldu ki, avtomobil elektriklidir yoxsa normal? Səbəb də o idi ki, əgər elektrikli avtomobildirsə, o idarəyə xəbər verir ki, misal üçün, mənim mənzilimdə elektromobilə keçən bir insan var, onun şəbəkəsini gəlib profesional formada onlar tənzimli və onlar çəkir. Bu pulsuz olur? Bunlar hamısı pulsuzdur, sən buna pul ödəmirsən və sən əgər kirayədə də qalırsan, sən məcbur deyilsən ki, ona hər hansı bir əlavə pul ödəyəsən ki, mən üçün nəsə çəkdir. Eviyyəsi bundan məhsuldur ki, bu şəxs əgər elektromobil sürürsə, şəbəkəsi də olmalıdır. Və mən nəyi müşahidə eləmişəm? Bizim kimi, belə deyək, bir qutunun içinə özləri hazırladıb eləmirlər. Xüsusi qurğular gəlir, o, nə deyirlər ona, enerji divarda olan, misal üçün, belə bir qurğular var fərqli firmaların, ondan taxılır, xətt çəkilir və ondan avtomobilə təmin olunur. Və mən şəxsi fikrimə görə, misal üçün, şəbəkədə bir azalma, çoxalma olsa, o aparatın içində bir generator var, deyək ki, və yaxud onu tənzimləyən hər hansı bir qurum nədir? Nədir o? Qurğu var ki, onu tənzimləyə bilir, belə deyək. Onda belə başa düşürük ki, məsəl üçün, Avropada bu elektromobilə keçid dövrü planlı şəkildə gedir. Bizdə hal-hazırda biraz plansız olduğu üçün, biz baxmayaraq ki, yaşıl enerji deyib, benzin, petrolu azaltmaq istəyir, amma biz gələcəkdə, belə deyim də, normal tükənə bilən enerji, yəni işığı plansız getdiyi təqdirdə evimizdə birazdan işıqda da problem çıxardılar. Xatırlamırsınız ki, 2000 neçənci ili, 19 ya 20-ci bir dəfə bütün şəbəkələr eyni anda Mingəçevirdə tullamışdı. Bəli. Eyni hadisə indi baş versə bu səbəbdən, o vaxtda səbəb nə gətirmişdi bizim Azər İşığın havalar çox isti keçir, kondisionerlər işləyir deyə. Kondisionerlər işləmək plus üstünə də elektromobillər gəlir. Məsələn. O zaman bu yay çox isti keçsə... Bu yay çox isti keçsə, bir vadilər də gəlib, işıqlardan xəbəriniz olsun da. Aha, bildik. İkinci sualım isə odur ki, hal-hazırda Azərbaycanda, məsəl üçün, gömrükdə elektromobillərə, plug-inlərə, hibridlərə endirim var. Güzəşt, hə. Güzəştlər tətbiq olunur.
Bu Avropada da belədir, yoxsa yalnız bu Azərbaycanda, yəni görürsüz bunu? Gömrük məsələlərinə əmin deyiləm. Çünki Azərbaycanda xaricdən gətirilən avtomobillər daha aktualdır deyə, Almaniyada məsəlcə o qədər aktual deyil. Onsuz da rəsmi servisi var deyə gedir cəmaət rəsmi servisdən alır. Güzəştlər amma çoxdur. Məsələn, Almaniyanın özündə müəyyən yollar var ki, o zolağa avtobus və elektrikli avtomobillər giriş eləyə bilir. Və yaxud pulsuz şarj məntəqələri var. Məsələn, marketə gəlmisənsə 20 dəqiqə ərzində sənə pulsuz təqdim edir ki, avtomobilini tax çıxart, amma 20 dəqiqədən artıq çəkməsin. Çünki özü də bloklu onsuz da o qədər çox saxlaya da bilmirsən. Çünki mən bir neçə Avropa ölkəsində Portuqaliya gəllərində görmüşdüm ki, parkinqlər hətta düzdür. Elektrik avtomobillər üçün pulsuzdur. Düzdür. Və hətta orada şarj da edə bilirlər. Elədir. Saxlaya bilirlər. Bu belə deyim ki, teatrlarda da, bir çox yerlərdə eləyiblər. Onlarda da, açıq alanlarda da, parklarda da, hamısında xüsusi yer var və orada heç kim saxlaya bilmir. Düzdür. Orada güclü cəriməsi var. Tok işarəsi var ki, burada biz elektromobil saxlayır. Eyni qayda 50-lər üçün və yaxud formada. Azərbaycanda hələ ki, molları deyəsən Gənclik molda. Gənclik molda var idi o vaxtdan da, o biriləri bilmirəm dəqiq. Amma saxlayırlar. Saxlamağa saxlayırlar, o problem deyil. Gəl Priusun biri saxlayır ki, mən gəlmişəm. Məsələn. O zaman sonunda belə deyə bilərik ki, əgər planlı şəkildə bu elektromobilə keçid dövrü yaxşı getsə, biz heç bir problem çəkməyəcəyik. Hətta Azərbaycanda benzin və dizel mühərrikli avtomobillərin belə deyək, aktuallığı gedib elektromobilə tam keçid edə bilərik. Çünki hamının da marağı var. Maraq var. Niyə? Çünki Azərbaycanlılar bir ağıllı millətdir, iki həmişə ekonomiya eləyən millətdir. Elə deyil. Prius gəldi, keçdilər Priusa. Niyə? Ucuz, sərfəli. Çanqan başladı. Yəni Çanqan da bir baxanda kasıb maşını deyildi ki, 30 min, 35 min qiyməti var idi. Keçid elədilər çünki ucuz keyfiyyətdir, misal üçün. Və elektromobilləri də keçid eyni qaydadadır. Ucuz keyfiyyət, deyəcək qardaş, mən əgər təmin edirsə, mən niyə də almayım ki? Məsələn. Ki, cəmaət da bu dəqiqə günümüzdə görürsən ki, keçid edirlər. Volkswagenlərə keçid edirlər, biraz daha yaxşı imkanı olan, daha yaxşı elektromobillərə keçid edirlər. BMW-nin AX modelini sürən var, yəni sırf Kitaya getməsə, Avropa modellərində onsuz da kifayət qədər var. Buna keçid məncə Azərbaycanlılar üçün çox belə problemli bir hal almayacaq almanlar ki. Almanlar çünki biraz misal Avropalıların özünü götür, şübhəli baxır məsələn, hələ də Çin maşınlarına bəlkə. Azərbaycanlı o qədər şübhəli baxmır. Ucuz keyfiyyət aldım, bitdi. Amma ki, digər tərəfinə baxdıqda isə bu enerji məsələsi nə dərəcə təmin olunacaq, şarj məntəqələri nə dərəcə çoxaldıqdan sonra bunlara qarşısında dura biləcək, o artıq bir sual halını alır. Obyektiv fikirlərinizi eşitmək çox xoş oldu. Mən sənə bir şəxsi, subyektiv fikirlər vermək istəyirəm. Sən özün birinci maşınını, deyək kimi, BMW benzin mühərrikli maşın sürürsən. Səncə, Çin maşınları, elektrikli maşınlar BMW-nin sonunu gətirə bilərmi, aktuallığını itirə bilərmi və ya sənin kimi bir adam elektrikə keçə bilərmi? Tərifləsən belə məsələ Azərbaycandan gedirsə, mənim şəxsi fikrimə görə mən Azərbaycanda əgər bir avtomobil sürəcəmsə, o avtomobil tək elektrikli avtomobil olmayacaq o heç vaxt. Əgər mənim ailəmdə 2 avtomobil varsa, birini benzin, digərini elektrik eləyərəm. O çox aktual ola bilər. Amma tək mən elektromobil sürüm deyə mən şəxsən o keçidi eləmərəm. Çünki Azərbaycanda o çətinliyi gördüm. Uzaq yola gedib gələndə mən avtomobilimi sürətini artırmağa qorxurdum ki, birdən zaretkam qutarar. O köynə xarab telefonlar olur, zaretkanı çox istifadə eləməyim, qutara, oyun oynayam. Onun kimi bir hal alır. Məsələn. Ona görə şəxsi fikrimə görə mən sırf elektrikli avtomobili keçid eləmərəm. O zaman pluginlər... Plugin idealdır, hibrid də idealdır deyərdim. Hibrid tam elektrik sayılır plugin. Yəni, taxmaq üçün. Tamam. Belə. Təşəkkür edirik. Sağ olun. Videoları bəyənib kanala abunə olmayı unutmayın. Özünüzə yaxşı baxın millət. Növbəti videolarda görüşərik. Belə də.